Ulaş bu arı beçiyə meylənmişdi. Mən bu arıya aşağı üstüne boş çərçivələr atdım. Arını qaldırdım yuxarı. Və 3 gündən sonra gəlib baxdıqda bu arı beçə fikrindən dönmüşdü. Yəni ana arı üstünlərini tamamını dağıtmışdı. Təxminən 3 gün, 4 gün havalar soyuq keçdi. Və indi gəlib baxıram ki, arılar yenidən beçəyə meylənib, beçə ana arı üskülləri qoyublar və içərisinə yumurta var, sıfıra var. Mənim düşüncəm, mənim nəticəm belədir ki, havalar soyuq olduqda bütün arılar qalxıb yuxarı və yuxarıda yenidən sıxlıq əmələ gəlib. O sıxlığın nəticəsində arılar yenidən beçiyə meyl etməyə başlayıblar. İndi bu arını zəiflətmək də olar, bölmək də olar. Amma başqa bir yol yoxlamaq istəyirəm. Bu arının bütün arılı yumurtalı çərçivələrini aşağı salıb, ənləvi üstündən qatacağam. Yəni, 2 qapalı çərçivəni yuxarı qaldıracağam. Hansında ki, beçə yumurtaları vardı, onları dağıdıb qaldıracağım yuxarı. Və qabarmış boş pətəkləri götürüb yerinə xam pətək verməyə çalışacağam. Görək necə olur. Bu qoyduq bura. Buradakı bütün çərçivələri götürüb yuxarı qaldıracağam. Bismillah, ehtiyac yox aslında. Arı indi aşağı düşür. Hətta aşağıda verdiyim xam pətəyi belə qabartmayın. Halbuki arı bunu qabaracaq gücdədir. Havalar 3 gün, 4 gün soyuq keçdi, yağışlar yağdı. Məncə arılar ona görə qalxdılar yuxarı. Yəni aşağıda da kifayət qədər arı var. Amma nədənsə arı beçiyə meylənib. Arının hal-hazırki vaxtda, yəni aprel ayının 19-dur. Bu vaxtda bu qədər beçiyə meylənməsi doğrusu məni çox narahat edir. Çünki may ayında mən arını beçidən saxlaya bilmərəm. Ona görə may ayında mən bundan bölünmə almalıyam. Mən bu 2 çərçivəni yuxarı qaldıracağım. Buradakı çərçivə ilə bunu. Bunu da hələ ki qoyuram bura. Nasıl biri? İlk öndə bu divar çərçivəsində əslində, amma divar çərçivəsində belə arı yumurta atıb. Yeri darlaşıb, aşağı düşmək istəmir. Kenara bir dənə xam pətək verəcəm. Əgər yumurta olmasaydı burada, divar çərçivəsini qoyub onun bölünə bir xam pətək verəcəkdim. Aşağıdakı çərçivələrin rəngi də qaralıb artıq. Bunlar mütləq şəkildə dəyişilməlidir. Uşaq bu çərçivələrdən girmək olmaz. Arının bal ehtiyatı da çox azdır. Yəni qida ehtiyatı çox azdır. Bu soyuqlarda demək olar ki, istifadə elədik yem ehtiyatına, böyük hissəsini. Sadəcə qıraqlarda bir qədər bal qalır. Yəni köhnə pətəklərdə hələ mən bu arıları bəsləyirəm. Bəsləməsəm, bunların halı lap pis olar.
Yəni divar çərçivəsində belə normal bal yox. Yəni 10 gün, 5 gün, 6 gün havalar pisləşsə, yağıntı olsa, arı çölə çıxa bilməsə, demək olar ki, bal yoxdur. Bu arının halı heç yaxşı olmayacaq. Normalda divar çərçivəsi bulaq çərçivə hesab edilir. Bal olmalıdır. Demək olar ki, bu hissəsi boşdur. Bu hissəsində də az açıq nektar var. Bu açıq nektar da mənim verdiyim şərbətdir. Yəni keçəndən qalma ehtiyat deyil. Şimdi duvara qoyuruq. Duvar hissəyə qoyuruq. Burada bir xam çərçivə verəcəyik. Burada bir xam çərçivə verəcəyik. Mertanesi koyduk üstüne. Bu iki kapalı çerçeveni bir. Halbuki bunda alan üskükleri vardı. Ben onları dağıttım. Koyduk buraya. İkinci kapalı çerçeveli, yumurtalı çerçeveli koyduk kenarına. Kabarmış petekleri, qaralmış, qabarmış petekleri saçadan götürdüm. Ham peteğin çatmasına kenar çerçevelere koyacağım onu. Aslında divar çərçivələrinə qabarmış qara pətəklər də qoymaq olar. Çətin anlar onlara yumurta açsın.
anda bu şəkildə hallettik. Bu şəkildə. Görə inşallah arılar Hesə fikirlə daşınacaqlar ya yox. Təxminən 3 gündən 4 gündən sonra yoxlamaq lazımdır.